Salam əziz müəllimlər. İlk öncə sertifikasiya test mərhələsində uğur qazanan bütün müəllimləri təbrik eləyirəm. İstədim müsahibə mərhələsində də bəzi müəllimlərə öz təcrübəmdən bəzi məlumatları bölüşüm. Müsahibə mərhələsində nələrə diqqət etməliyik, nələr nəzərə almalıyıq, nələrə mütləq şəkildə baxın, sonra gedin. Başlayaq. Ümumiyyətlə onu deyim ki, sertifikasiya müsahibə mərhələsi hamımız bilirik ki, 40 bal, toplamda 40 bal verir. Yəni test mərhələsi 40, üzr istəyirəm, test mərhələsi 60, müsahibə mərhələsi 40 bal olaraq toplamda 100 balla dəyərləndirilir. Necə ki, test mərhələsində minimum 30 balı keçməsək kəsilmiş sayılırıq. Burada da minimum 20 balı keçməsək ümumilikdə imtahandan kəsilmiş sayılırıq. Ona görə də diqqətli olun. Mən yazmışam burada bu 40 bal hansı meyarlar əsasında veriləcək. Birinci özünü təqdim etmə bacarığıdır 8 bal. İkinci pedaqoji prosesin təşkilidir 8 bal. Mövzunu təqdim etmə bacarığı ən yüksək balı bu verir 12 bal. Qiymətləndirmə bacarığı 8, ünsiyyət bacarığı 4 bal olaraq qiymətləndirilir. Özünü təqdim etmə bacarığı nədir? Müəllimlər çox sadə. Bu arada çalışın bu 2 dəqiqəni keçməsin. Çox uzun uzadı. Nə bilim, bəzən müəllimlər anadan oldun, filan məktəbə getdin, filan ildə saxladın, başqa bir məktəbə getdin. Bu qədər uzatmayın. Ad, soyad, çalışdığınız məktəb, oxuduğunuz universitet, ikinci ali təhsiliniz varsa bunu qeyd edin, magistr təhsiliniz varsa bunu qeyd edin. Daxil olduğunuz illəri qeyd edin. Çalışdığınız məktəbə nə zaman, neçə balla qəbul edilmisiniz, bunu qeyd edin. Və qısa bir şəkildə, çox vaxt itirmədən, əgər bir elmi dərəcəniz varsa, bir mükafatlandırmanız varsa, çox önəmli təlimlərdə iştirak edib uğur qazanmısınızsa və yaxud da Respublika fənn olimpiadalarında bir uğurunuz varsa və yaxud hansısa bir şagirdiniz olimpiadalarda birinci, ikinci, üçüncü yerlərə çıxıblarsa, yəni bu çox önəmli bir dərəcə göstəricisidirsə, bunları qeyd edin. Amma dediyim kimi, toplamda çalışın 2 dəqiqəni keçməsin. Ad, soyad, universitet illəri, qəbul olduğunuz məktəb, məktəbdə çalışdığınız illər, neçənci ildə qəbul olmusunuz, neçə balla qəbul olmusunuz və s. Dediyim kimi, bunu evdə özünüz də məşq edə bilərsiniz. Müsahibə mərhələsi üçün hər hansısa bir qruplara qoşulmusunuzsa, orada da çalışın sizdən Zoomda canlı dərslə üz-üzə, sanki sizdən müsahibə götürürmüş kimi belə bir dərsə qoşulun, yəni belə bir təlimçi ilə hazırlaşın. İkinci pedaqoji prosesin təşkili. Ümumiyyətlə bu məlumatları kurikulumun test mərhələsinə hazırlaşan zaman mən deyərdim ki, bütün müəllimlər məlumatlıdırlar. Pedaqoji prosesin təşkili deyəndə nələr nəzərdə tutulur? Yəni metodikanı, kurikulumu yaxşı yazan, yaxşı öyrənən, yaxşı mənimsəyən bir müəllim müsahibə mərhələsində ekstra bir əziyyət çəkməyəcək. Pedaqoji prosesin təşkili deyəndə nə nəzərdə tutulur? Yəni dərsimi necə təşkil eləyəcəm? Hansı mərhələlərdən, hansı mərhələləri var dərsin? Nələrə diqqət etməliyəm? Pedaqoji prosesi təşkil edərkən təlim nəticəm mütləq şəkildə baxın. Təlim nəticəsindən çıxarılan meyar mütləq şəkildə baxın. Məsələn, hansı iş üsulundan, hansı iş formalarından, hansı deyəndə ki, ümumiyyətlə ilk öncə qeyd edin ki, iş formalarıdır. Onlar görsün ki, siz bunların hamısı barədə məlumatlısınız. Daha sonra bir dəqiqə, daha sonra, yəni görsünlər ki, dərsin məqsədini düzgün müəyyənləşdirə bilirsiniz, təlim strategiyalarının seçilməsi barədə məlumatlısınız, pedaqoji prosesin təşkili zamanı şagird fəallığının təmin edilməsidir, inklüziv yanaşmadır, sinfin idarə edilməsidir. Bu mövzulara mütləq baxın. Baxın, yenə də deyirəm, sinfin idarə edilməsi, şagird, müəllim, müəllim, şagird münasibətləri, şagirdlərin fəallığının təmin edilməsidir, təlim strategiyalarıdır, iş üsullarıdır, iş formaları, yəni ən əsası dərsin məqsədinin düzgün müəyyənləşdirilməsi. Məqsədi müəyyənləşdirərkən nələrə diqqət edirsiniz? Dərsin təlim məqsədindən sonra qiymətləndirmə meyarları barədə məlumatlılığınızdır. Bir sözlə, bu dediklərimə diqqət edin. Pedaqoji prosesin təşkili dedikdə nələr nəzərdə tutulur?
Üçüncü mövzunu təqdim etmə bacarığıdır. Baxın, ən yaxşısı belə deyim də, burada ən e, bizə verilən ən gözəl imkan odur ki, 5 dənə mövzu öncədən bizə deyilir ki, müəllim müsahibəyə gedəndə artıq bilir ki, bu hansı mövzuları təqdim edəcək. Yəni göydən düşmə olmur da ona görə deyirəm ki, bir ekstra həyəcanlanmağa, nə isə bir buna görə qorxmağa dəyməz. Öncədən sizə mövzular verilir. Mövzuları istəsəniz unutmayasınız deyə bir e, kitab üzr istəyirəm, bir dəftər tuta bilərsiniz, bir blank tuta bilərsiniz. Mənim öz şəxsi təcrübəmdə müşahidə etdiyim, hazırlaşdırdığım müdavimlərdə hələ ki heç kim son 2 ildən danışıram. Heç kimə ver icmalına baxaq deyilməyib. İcmalı mənimseyin. İcmalınızı mükəmməl şəkildə öyrənin, gedin. Onu ora yazdım, amma ondan xəbərim yoxdur məsələsi olmamalıdır. Ə, Hər bir müəllim mövzusunun məzmun xəttini əzbər bilsin. Standartlarınızı bilin, mövzunuzun alt standartını bilin, məzmun xəttinizi bilin. Hər bir mövzunun metodik vəsaitdə necə edilməsi üçün, yəni hansı mərhələlərlə təşkil edilməsi üçün göstəricilər var metodik vəsaitdə. Metodik vəsaitə baxıb, yenə də özünüzdən də əlavələr edərək, metodik məlumatlarınıza əsasən, məlumatlı bir müəllim orada özündən də mən məsələn yazmışdım. Orada metodik vəsaitdə başqa iş üsulları idi. Mən baxdım ki, bu mövzuya uyğun daha bir başqa bir iş üsulu da qeyd edə bilərəm, yazdım. Meyarımı biraz fərqləndirə bilərəm, standart olmasın deyə yazdım onu da. Bunu da bir peşəkar bir müəllimlə məsləhətləşməyinizi tövsiyə edirəm. Amma dediyim kimi onu ora yazdım. Xəbərim olmadı, söhbəti olmasın. Yəni öncədən 5 mövzunuzun 5-ini də planlaşdırmasını tam olaraq öyrənin. Nələr edəcəksiniz? Məsələn, sizə deyəcək ki, filan mövzunu, iqlim mövzusunu, məsələn, deyək ki, sizə iqlimdə düşüb, iqlim mövzusunu mənə təqdim et. Başlayacaqsınız, dərsimin təlim məqsədi budur, mövzum budur, təlim məqsədimə uyğun meyarım budur, motivasiya hissəmdə bunu edəcəm. Daha sonra dərsin mövzumu bu şəkildə təqdim edəcəm. Şagirdlərdən mövzunun və yaxud da ki, mövzuya uyğun bacarıqların mənimsənilib-mənimsənilmədiyini yoxlamaq üçün filan iş üsullarından istifadə edəcəm, filan refleksiya üsulundan istifadə edəcəm. Bu şəkildə qiymətləndirəcəm, belə əks əlaqə quracağam. Yəni dediyim kimi planlaşdırmada nələr varsa, hamısı barədə məlumatlı olun. Təlim metodları, həyatla əlaqələndirilmə, şagirdin düşünməyə təşviq edilməsi və s. də yəni. Mövzunu təqdim edən zaman, çünki ən yüksək balı verən meyar budur. Belə deyək, mövzunu hansı məntiqi ardıcıllıqla e, izah etsəniz, sadə bir şəkildə, planlamanıza uyğun şəkildə təqdim etsəniz, elə hesab eləyin ki, 12 balınız var. Qiymətləndirmə bacarığı. Qiymətləndirmə nədir? Diaqnostik, formativ, summativ qiymətləndirmələr barədə məlumatlı olmanızdır. Xüsusilə də formativ qiymətləndirmə barəsində. Formativ qiymətləndirmənin göstəriciləri, meyarları, nəyə diqqət edirsiniz formativ qiymətləndirmə zamanı? Bunlara mütləq baxın. Xüsusilə qiymətləndirmə meyarınıza, formativ qiymətləndirmə meyarı anlayışına diqqətlə baxın. Bir də ünsiyyət bacarığı. Çalışın göz kontaktı qurun, həyəcanlanmayın. O da sizin kimi bir insandır. Nə qədər həyəcanlanmasanız, rahat olun yəni. Nə qədər rahat olsanız, bu müsahibə müddəti daha qısa çəkəcək. Yəni uzatmayacaqlar. Qısa, lakonik, öncədən hazırlaşın. Bir müəllimlə hazırlaşa bilmirsinizsə, imkanınız yoxdursa, bu arada YouTube-da kifayət qədər ödənişsiz təlimlər var. Onlara qatılın. Heç o da yoxdursa, evdə kiməsə sizdən xahiş edin ki, sanki məndən müsahibə götürürsən. Oturun, ona müsahibə verin. Nitqinizi düzəldin. Nitqinizdə ləhcənizi çalışın, korreksiya eləyin. C, ç, g, k hərfləri bildiniz yəqin nə demək istəyirəm. Ünsiyyət zamanı bu hərflərin tələffüzünə diqqət edin. Belə düşünürəm ki, heç nəyi unutmadım. Hər halda infoda mənim nömrəm var. Kim əziyyət çəkirsə, kim dediyim kimi ödənişli bir şəkildə qruplara qatıla bilmirsə, mən hər zaman, hər il təmənnasız şəkildə müəllimlərə dəstək oluram. Mənə yaza bilərsiniz, bildiyim təcrübələri sizinlə bölüşəcəm. Hər kəsə uğurlar.